Verilmiş cümlədə altından xətt çəkilmiş söz tapın görək hansı nitq hissəsidir. Videonu saxlayın, siz tapın, mən keçirəm izaha. Kamil, yəni dostun gəlmədi. Kamil, yəni dostun gəlmədi. Gəlmədi kim? Kamil. Kamil kimdir? Dostun. Əgər mən bu cümlədə dostun sözünü Kamil sözünün əlavəsi kimi düşünsəm, yəni deyəcəm ki, bağlayıcı, aydınlaşdırma bağlayıcısı. Kamilin kim olduğunu aydınlaşdırıram. Yox, mən buna belə yanaşsam, diqqətli olun belə hiləli suallarda. Kamil, yəni dostun gəlmədi. Mən burada Kamil sözünə xitab kimi yanaşsam, buradakı yəniyə ədat deyəcəm, sual ədatı. Kamil, yəni dostun gəlmədi. Deməli, bu cümlədə yəni sözü iki nitq hissəsi kimi düşünür. Deməli, Kamil sözü xitabdırsa, yəni ədatdır. Dostun sözü əlavədirsə, yəni bağlayıcıdır. Bu qədər.